biznesimi qurub mağaza açıram 8-ci gün. Nəhayət ki 8-ci gündə o istədiyim ana gəlib çatıram. Artıq bu günləri üzlük, astar, bu kimi şeyləri vurmaq bitir və keçirik emosiya rəngləmə hissəsinə. Bu hissəsi çox həyəcanla gözləyirdim. Çünki mənim istədiyim bir dizayn var idi, onu etmək istəyirdim. Daha doğrusu bir rəng var idi, onu etmək istəyirdim. Deməli bu gördüyünüz yerə bütöv boydan boya ağ vurulacaq, amma digər yerlərlə sarı qalacaq. Çünki onlar mebelin arxasında qalacaq. Biz də fikirləşdik ki, niyə görə artıq xərc olsun. Düzdür, emosiyamızdan qalıb, amma yenə də vurmadı. Çünki vaxtımız da çatmırdı. Yuxarı hissələrdə mebeldən açıq qalacağına görə biz məcburən oralarda ağ vurduq və bu hissədə də gələcəkdə inşallah bir dizayn fikirləşmişəm orada. Oranı da ağ vurduq və təbii ki, tavanda, paduqalarda hər birisi ağ rənglə bir-bir boyandı və buradan ustamıza çox təşəkkür bildirirəm. Günüzləri başqa yerdə işləyir, gecələri gəlib burada bizim üçün bu işi gördü. Bu arada tərifə ehtiyac yoxdur. Həqiqətən də ustamız çox səliqəli, gözəl şəkildə bütün divarları və padoloku bizim üçün düzəltdi. Həqiqətən də çox səliqəli əl işi var idi. Bu rəngi bu divarda xüsusən istəyirdim. Düzdür, hələ ki siz burada açıq görəcəksiniz, amma bu günləri də, yəni 9-cu gündə də əlavə 2 qat da getdi üstündən, tündür. Həm də kamerada biraz açıq göstərir, amma tünd yaşıl rəngdir. Çox gözəl görsənir və mağazaya ayrı bir ab-hava qatıb. Həmin bu yaşıl rəng elədiyim divarda çox qeyri-adi dizaynlar və dekorlar fikirləşmişəm. Təbii ki, hamısını mağaza açana kimi çatdırmayacağam, həm mənə və həm də maddi cəhətdən, amma yavaş-yavaş o divarı çox gözəl şəkildə istədiyim formaya gətirəcəm. Çox səbirsizdən gözlərim ki, necə alınacaq. Gözlədiyimdən də gözəl oldu. Çox gözəl alındı. Burada açıq görsən, artıq səhər-səhər gəlib çəkirəm burada. Bundan sonra da üzərinə bir qat vurulur və keçirik artıq 9-cu günümüzə. 9-cu günümüzü görmək istəyirsə, səhifəni takip etməyi unutmayın və 9-cu gündə daha böyük işlər görmək